Böyük qayıdış proqramı uğurla icra olunur. Bu dəfə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç prosesi baş tutub. Kəndə 28 ailə, daha dəqiq desək 110 sakin köçülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. ...28 yaşım var idi. İndi 55 yaşım var. Çox şükür bu günə. Oğlum, gəlinim, həyat yoldaşım, böyük oğlum. Artıq bizim planlarımızdan keçib, indi evlatlarımız üçün yaşayacağıq bu gündən belə. Nəvə nəticələrimiz üçün. Allah nəsib eləsə, qismət eləsə. Hər kətdə simsar var, el-oba var, qohum övlad var. Gedirik də görək, inşallah yaxşı olar. Atasından, anasından nəvəm getmək istəyir yeni rayona. Özdə sağlığınıza oxuyub da həkimdir. Deyir, gedim öz vətənimdə, öz elimdə, Ağdamımda. Oralardan da Şuşanı arzulayır, Laçını arzulayır, gedib gəzməyi arzulayır. Əlbət ki, yenə deyirəm, vətən yaxşı olur.